Bəs bir ateisti o təbiət və ya xarakter hara fokuslayır və yaxud bizim fitrətimizdə Allah varsa, niyə görə məsələn Elvin Xəlili bunu qəbul eləmir dostum? Buradan da salamlayıram Elvini. Niyə qəbul eləmir məsələn? Mən daha tam fərqli düşünürəm. Çünki bu xarakter məsələsində təcrübə olaraq müəyyən bir nəticəyə gəlmişəm və bu real insanlar üzərindən gələn nəticədir. Yəni Azərbaycan insanı və ya da dünya insanı üzərindən gələn nəticədir. O həmin o ateist zaten bu siqnalları alır. 1 yaşda Tanrı siqnallarını alır və başlayır yaşamağa. Yəni biz uşaq ateist görə bilmərik. Yaxud da görməmişəm. Yəni bəlkə də siz görmüsünüz. Yox, tamam. Və yaxud da yeniyetmədə də ateistlər az olur. Yeniyetmələrdə də. Baxsaq ateistlər harda yaranır? Artıq bir dərk mərhələsi ki, oyaqlıq, axtarış məsələsi ki var. Burada da yenə də çox şirin nöqtə nədədir? Xəritə. Xəritəsi ki, mühit, yəni birinci hal, mühit onun xəritəsini dəyişir. Məsələn, bu insan yenə də bunun üzərindən gəlir, sevgi doludur. Sevgi dolu bir insandır, hamını sevir, hamıya kömək edir və insanlar başlayır bunu əzməyə. Əzir, yorulur və qapanır özünə. Və hər bir insanın içində Tanrı axtarışı olduğu kimi bir dənə də hiss var, bir dənə də meyl var, seçilmək meyli. Diqqət mərkəzində olmaq meyli var. O meyl artıq onda həmin o xəritədə olan digər xüsusiyyətlər, təbiət və bu meyllər də onu dartır ki, sən seçilməlisən. Bu ateizmə yönəlmənin mən düşünürəm ki, ən böyük səbəblərindən biridir. Mən özümdə də müşahidə edirəm. Bir məqam budur yəni. Bir məqam buradan gedir ki, mən seçilməliyəm. Necə seçilim? Bu cürlə.